Salam. Elektrolitik dissosiasiya, hidroliz və elektroliz mövzusunun birinci günü sualların izahına baxırıq. 19 nömrəli test tapşırığında verilib kalium sülfatın suda məhlul elektroliz zamanı katodda 30 mol qaz alınır. Anodda neçə mol qaz alınır? Bunun üçün ilk öncə elektroliz reaksiyasını yazaq. Kalium sülfatın, kalium 2SO4-ün suda məhlulunu elektrolizini yazaq. Bu zaman katodda aktiv metal olduğuna görə hidrogen ayrılacaq. Anodda oksigenli turşun qalıq olduğuna görə oksigen ayrılacaq. Və bu ayrılan oksigen suyun parçalanması nəticəsində əmələ gəlir. Hidrogen isə yenə suyun parçalanması nəticəsində əmələ gəlir. Deməli, duza heç bir şey olmayacaq. Duz olduğu kimi yerində qalacaq. Kalium 2SO4. Əmsallaşdırıq. Bura 1-2 atırıq, bura 2 atırıq. Deməli, kalium sülfatın suda məhlul elektroliz zamanı katodda, yəni burada bu katod hissədir, bu anod hissədir. 30 mol qaz alınırsa, 30 mol. Deyir, anodda neçə mol qaz alınır? Burada x qoyuruq. Görürük ki, 2-nin 1-ə nisbətində, yəni 2 mol hidrogen olanda 1 mol oksigen alınırsa, onda 30 mola x mol oksigen düşür. O da eləyəcək 15. B variantı. Növbəti 28 nömrəli testə baxırıq. 4 mol kalsium xlorid və 10 mol natrium xlorid dozlarından ibarət qarışığın suda həll etdikdə kalsium 2 müsbət və xlor mənfi ionların mol sayının zamanla asılılıq qrafiki verilibdir. Kalsium xlorid dozunun dissosiasiya dərəcəsi 80% olarsa N-in qiymətini və natrium xlor dozunun dissosiasiya dərəcəsini faizlə hesab edin. Biz burada görürük ki, qrafikdə kalsium ionunun və xlor ionunun molları N və 5N verilibdir. 5N xlor ionu həm kalsiumun tərkibindəki xlor, həm də natriumun tərkibindəki xlorun cəmini bildirir. Kalsium isə sadəcə burada var. Və bu duzlar tam dissosiasiyaya uğramır, müəyyən faizlə uğrayır. Bizə dəqiq verilən rəqəm kalsium xloridin alfası 80%-dir. Biz bilirik ki, burada ümumi 4 mol götürülübdür. Və bunun 80% dissosiasiyası nəticəsində nə qədər ionlar əmələ gəlir, onu tapa bilərik. Yazırıq bu duzun dissosiasiyası. Kalsium xlor 2 ionlara ayrılanda kalsium 2 müsbət plus 2 mənfi xlor ionu əmələ gəlir. Əgər deməli 4 molun hamısı dissosiasiyaya uğrasaydı, yəni alfa 100% olsaydı, bu zaman burada əmələ gələn xlor mənfi ionlarının sayı 8 olardı. Amma bizə deyir ki, burada xlor 8 olardı, kalsium da olardı 4. Yəni 1-in 1-ə nisbətində. Bizə deyir ki, burada alfa 80%-dir. Deməli, kalsium ionunun N-in qiymətini, kalsium 2 müsbət ionunun qiymətini tapa bilərik. Əgər alfa 100 olarsa, 4 mol kalsium müsbət ionu əmələ gələrdi. Amma alfa 8-dirsə, buradan tapaq ki, kalsium, yəni N-in qiyməti nə qədərdir? Bu da bərabər olacaq 320 böl 100-ə, yəni 3,2 mol. Bu qiymət həm də N-in qiymətidir. Yəni bu oldu 3,2. N-i tapdıqsa, deməli 5-ni də tapa bilərik. 5 vur 3,2, o da eləyəcək 16. Deməli, xlor ionlarının molları cəmi 16-dır. Həm birinci duz, həm də ikinci duzdan bir yerdə. İndi deməli, burada N-in qiymətini tapdıq. 1-in qiyməti oldu 3,2. İndi ikinci ifadəni tapdıq. Natrium xlor duzunun dissosiasiya dərəcəsinin faizlə hesab edin. Bunun üçün biz nə edirik? Buranı sileyim. Buranı təmiz edim. Deməli, davam edirik. Təzədən kalsium xlor duzunu yazım. Xlor 2 bu ionlar ayrılır. Kalsium 2 müsbət plus xlor mənfi 2 mol. Biz tapdıq ki, N-in qiyməti, yəni kalsiumun qiyməti 3,2-dir. Onda xlor da ondan 2 mol artır. 2 mol da 1-in 2-yə nisbət. Onda bu da olacaq 6,4 mol. Burada isə ümumilikdə xlor 16-dır. 5-in 16-ya bərabərdir. Yəni, həm buradakı xlor, həm də natrium xlordakı xlor ionlar cəmi 16-dır. Deməli, biz 16-dan 6,4 çıxsaq, tapa bilərik. Deməli, 9,6 mol. Tapdıq ki, bu duzdakı xlorun ionlarının mol miqdarıdır.
İndi gəlin faizini tapaq. Natrium xlor dissosiasiya etdikdə natrium müsbət və xlor mənfi ionlarına parçalanır. Əgər və bu 10 moldur bu duz. 10 mol natrium, 10 mol da xlor alınmalı idi. 100% olarsa alfa, deməli xlor ionlarının sayı 10 olardı. 10 mol. Amma bizdə 9.6 mol alınıbdır. Onda alfanın qiyməti nə qədər olacaq? X buradan bərabər olacaq 96-ya. Deməli, ikinci ifadənin cavabı 96-dır. Birinci ifadənin də cavabı 3.2-dir. Növbəti sual 68 nömrəli test tapşırığına baxırıq. Duzlar verilib. 1 mol hər biri X, Y, Z duzları. Məhlulda əmələ gətirdiyi ionların sayı alfa 100%dirsə, eyni molda, eyni sayda ion əmələ gəlib. Hidroliz qabiliyyəti. X ilə Y hidroliz edir, Z etmir. Baxaq bunların dissosiasiyasını aşağısına yazırım. 2 mol kalium müsbət plus SO4, 2 mənfi. Cəmi bu 1 moldur. 2 üstə gəl 1, burada 3 mol ion alınır. Sonra buna baxırıq. Dəmir 2 müsbət plus SO4, 2 mənfi. 1 mol bu, 1 mol bu. Cəmi 2 moldur, ion əmələ gəlir. Sonra burada alüminium 3 müsbət üstə gəl xlor mənfi 3 mol. 3 bu, 1 də burada. Cəmi 4 mol ion əmələ gəlir. Sonra maqnezium SO4-də maqnezium 2 müsbət arasını kəsir. Üstə gəl SO4, 2 mənfi. İkisi bir yerdə cəmi 2 mol. Sonra burada natrium müsbət, üstə gəl NO3, mənfi 1, cəmi 2 mol. Demək, eyni olanlar hər birini 1 mol götürsək, eyni sayda ion əmələ gələcək. 1 burada, 1 burada, bir də burada. Yəni, cavab 2, 4, 5 arasında ola bilər. 1, 3 ola bilməz. Ona görə 3 olanları çıxırıq. Deməli, 1, 3 olanları çıxırıq. Baxaq, indi deyir ki, hidroliz qabiliyyəti. X ilə Y deyir, hidroliz edir, Z hidroliz etmir. Bunlar arasında hidroliz etməyən hansı ola bilər? Hidroliz o zaman olmur ki, kation və anion hər ikisi güclü olsun. Bu da 5-dədir. Natrium da güclü metaldır. NO3 də güclü turşunun qalığıdır. Yəni, Z hidroliz etməyən 5 olmalıdır. Z-də 5 olan, o da D variantına uyğun gəlir. Bunlar isə hər ikisində 2 sayda ion var. Və hidroliz qabiliyyəti də bunların hər ikisində var. Həm maqnezium sulfatda, həm də dəmir sulfatda. Cavab D variantı budur. Sonra 84 nömrəli test tapşırığının izahına baxırıq. Maddə natrium sulfat mol miqdarı 2.5, dissosiasiya dərəcəsi 80, əmələ gələn natrium müsbət ionların mol miqdarını hesablayın. Deməli, gəlin reaksiyanı yazaq. Natrium 2, SO4. Dissosiasiyası nəticəsində 2 mol natrium müsbət plus SO4, 2 mənfi ion əmələ gəlir. Və mol miqdarı bu dozun 2.5 olarsa, bu 1 mol olanda bu qədər əmələ gəlir. Bəs 2.5 olanda nə qədər əmələ gəlir? Natriumla söhbət gedirsə, natrium müsbətən onda 2 dəfə çox. 1-in 2-yə nisbətən olduğuna görə demək 5 molda artıq tənasüb yazımdan birbaşa deyil. 5 mol natrium müsbət ion əmələ gələr. Əgər alfa 100% olsaydı, yəni 2.5 molun hamısı ionlar arasıydı, 5 mol natrium əmələ gələr. Amma bizə deyir alfa 80-dir. Əgər 100% olarsa alfa, onda 5 mol əmələ gəlirsə və 80 olsa alfa nə qədər əmələ gələr? Buradan x bərabərdir. 5 vur 80 böl 100. O deyilir 4 mol. Cavab 4. Və sonuncu suala baxırıq. Duz verib X brom 2. Suda məhlulun həcmi, yəni V bərabərdir 0.5 litr. Məhlulun qatılığı, yəni C bərabərdir 1 mol böl litr, yəni 1 molyar. Duzun dissosiasiya dərəcəsi alfa da bərabərdir 20%. A-nın qiymətin, yəni brom mənfi ionların mol miqdarını bizdən soruşur. X brom 2 duzunun dissosiasiyasını yazaq. X 2 müsbət, çünki bura 2 düşübsə, deməli bunun ekvivalentli 2-dir. Üstə gəl 2 mol brom mənfi ionlar. V-ni verib, C-ni veribsə, deməli qatılığın düsturundan C bərabərdir U böl V düsturundan biz U-nu tapa bilərik. C vur V
Deməli, nu bərabər olacaq. C1-dir. Həcmdə 0,5-dir. Deməli, mol da 0,5 olacaq. Deməli, bu duzun molu 0,5 moldur. Bu zaman 0,5 mol X2 müsbət iyonu və 1 mol brom mənfi iyonu əmələ gəlmiş olacaq. Deməli, əmələ gəlir 1 mol. Amma alfa bizə nə soruşur? Brom mənfi iyonlarının miqdarı. Alfa 20 olarsa. Brom mənfi 1 iyonu bu mola uyğun 1 mol əmələ gəlir. Əgər alfa 100% olarsa, biz 100%-ə görə tapdıq bunu. Yəni, bu 0,5 mol bu duzun hamısı iyonlara ayrılsa, 1 mol brom mənfi iyon əmələ gəlir. Amma bizə deyir ki, alfa 20-dir. Deməli, 20%-ə görə tapaq görək brom nə qədər olacaq. Elə A-nı işarə edək, çünki A-nı soruşur. A da buradan bərabər olacaq. 20 bölü 100, yəni 0,2 mol. Cavab 0,2.